Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. 2026-cı ildə Naxçıvanda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanında ibtidai sinif müəllimlərinin hansı tipli suallar düşər? Silsilə izahlarımızın 5-ci hissəsindən qarşınızdayıq. İlk 4 hissə kanalda yerləşdirilib. Baxmayan müəllimlər mütləq həmin izahları ardıcıl olaraq izləsinlər. İzah elədiyimiz suallar 2021-2022-ci ildə Naxçıvan şəhərində keçirilmiş sertifikasiya imtahanında olan suallar və onların alternativləri və son proqrama əlavə olunan mövzular, fəza və s. bunlarla bağlı suallardır. Baxaq. Birinci sualımız 2 ədədin fərqi 73-ə bərabərdir. Əgər böyük ədədi kiçik ədədə bölsək, qismətdə 4 və qalıqda 1 alınır. Kiçik ədədin rəqəmləri cəmini tapın. Bunu müxtəlif üsullarla yazmaq olar müəllimlər. Mən həm sistem təliyi ilə, həm sadə bir dəyişənin təliyi ilə hər ikisini göstərməyə çalışacağım. 2 ədədin fərqi 73-ə bərabərdir. Bu çox önəmli bir cümlədir. Həm təlini qurmaqla məsələ həlləri olsun, yaş məsələsi olsun, sürət məsələsi olsun. Məsələn, deyək ki, sürətləri fərqi bu qədərdir. Fərq nə deməkdir? Bir ədədin digər ədəddən nə qədər böyük olduğunu göstərir. Onda bizim birinci ədədimiz var, ikinci ədədimiz var. İkinci ədədimiz x isə birinci ədədimiz x üstə gələ 73-dür. Həqiqətən də x üstə gəl 73-dən x-i çıxanda fərq 73-ə bərabər olur? Bəli, bərabər olur. Deməli, 2 ədədin fərqi nəyə bərabərdirsə, ədədin biri o birindən həmin fərq qədər böyükdür. Sadə bir nümunə göstərəm də, məsələn sizə. 9 ilə 7-nin fərqi nədir? 2. Həqiqətən də fərq qədər böyükdür. Bəli. İndi böyük ədəd kiçik ədədə bölsək, x üstə gələk 73-ü kiçik ədədə, yəni x-ə bölsək, qismətdə 4, qalıqda 1 alınır. Deməli, qalıqlı bölmədir də bu. Burada bölünən, bölənin natamam qismət qalıq. Necə tapardıq? X üstə gələk 73 bərabərdir. X-i vurardıq 4-ə, yəni bölənin natamam qismətə vurub, x vurulsun 4, üzərinə gələk 1. Bu da eləyir 4x. X bu bir tərəfə keçir, 4x-dən çıxanda qalır 3x, 1,73-dən çıxılır, qalır 72. X də bərabərdir, burada alınır 24. Deməli, bizim kiçik ədədimiz 24-dür. Böyük ədəddə 73-ün üzərinə 24 gələrdik. Bizdən elə kiçik ədədin rəqəmləri cəmini soruşur. 24-ün rəqəmləri cəmi 2 üstə gələk 4 bərabər elədi 6. Dediniz ki, müəllim, bunu başqa üsulla da yaza bilərik. Başqa üsulla belə yaza bilərik. Tutaq ki, 2 ədədin fərqi 73 deyir. İkinci üsulu buradan yazıram. A çıxılsın B bərabər 73-ə. Bu mənim üçün şərtdə veriləndir. Bundan işim yoxdur. Davam edirik. Böyük ədəd, tutaq ki, A böyük ədəddir. Böyük ədədi bölsək kiçik ədədə, yəni B-yə, qismətdə 4, qalıqda 1 alınır. Buradan A-nı taparıq. A bərabərdir 4B üstə gələk 1. A-nın qiymətinin 4B üstə gələk 1 olduğunu tapdıq. Gətirib burada yerinə yazacağıq. A çıxılsın B-də. A-nın yerinə yazaram 4B üstə gələk 1. Çıxılsın B bərabərdir 73. Buradan 3B bərabərdir 72. B də bərabər 24. Yenə də gəldik B-ni 24 tapdıq. Dəyərli müəllimlər, bu üsulla da yazsaz, bu üsulla da yazsaz doğrudur. Amma hər ikisini yazsaz sizə daha da afərin. Deməli, fərqli yollarla bir məsələnin sonuna gələ bilirsiniz. Sonra gəlirik nəyə? Yaş məsələsindən bağlı və ədəd orta ilə bağlı olduqca maraqlı bir nümunədir. Burada müəllimlər bəzən qarışdırır. 30 nəfərin orta yaşı B-dir. 2 il əvvəl onların orta yaşı neçə olmuşdur? Baxın, sizə bir fantastik qayda deyəcəm. Sonra yenə də izahını təbii ki verəcəm. 30 nəfərin orta yaşı B-dir. Burada bu 30 nəfər olsun, neçə nəfər olur olsun, fərqi yoxdur. Ədədi orta ilə yaş, müəllimlər, düz mütənasibdir. Yəni, yaş nə qədər çox olanda, orta yaşı o qədər çox olacaq. Neçə il sonra deyirsə, orta yaşın üzərinə o yaşı ili gələcəksən. Neçə il əvvəl deyirsə, onun üzərinə gələcəksən. Məsələn, deyir, orta yaşı B-dir, hə? 2 il əvvəl onların orta yaşı nə qədər olmuşdur? B çıxılsın 2. 3 il sonra onların orta yaşı nə qədər olacaq? B üstə gələk 3. Deməli, müəllimlər, orta yaş verilibsə, 3 il əvvəl onların orta yaşı, 3 il sonra onların orta yaşı, 4 il əvvəl, 4 il sonra deyəndə sadəcə orta yaşın üzərinə həmin ili gələcəksən. Əvvəl deyirsə, yəni nə qədər olmuşdur, keçmişdir, çıxırsan, nə qədər olar üzərinə gələndə sonra üzərinə gəlirsən. İndi amma bu qaydadır. İndi bu qaydanın isbatını sizə verək. 30 nəfərin orta yaşı B-dirsə, bu 30 nəfərin yaşları cəmi nə qədər olar? Yaş cəmi 30 nəfərdir, orta yaşı B-dir. Biz demişik ki, sayı orta yaşa vuranda, ədədi ortaya vuranda cəm alırıq. Deməli, 30 B-dir. 2 il əvvəl. İndi 2 il əvvəl nə qədər olacaq? 30 B-dən
Hazırki yaşları cəmi 31-dir. 2 il əvvəl deyəndə bu 30 nəfərin hər biri 2 il əvvələ gedəcəkdir. Nəticə olaraq çıxılsın 30 vurulsun 2. Bu da bərabər edir 30B çıxılsın 60. Bu 30B çıxılsın 60 2 il əvvəlki yaşları cəmidir. Əvvəlki yaş cəmi. 2 il əvvəlki yaşları cəmi. İndi deyir 2 il əvvəl onların yaşı nə qədər olmuşdur? Dəyərli müəllimlər, say dəyişir bizdə? Yox. 30 nəfərdir. Yenə də 30 nəfərdən söhbət gedir. Sadəcə 2 il əvvəlki yaşları cəmi 30B minus 6-dır, 60-dır. Buradan da 30-u mötərizə xaricinə çıxarsaq B çıxılsın 2 qalar. Orta sayda 30-dur. Deməli 2 il əvvəlki yaşları cəmini saya bölürük. 30-a böləndə 30'lar gedər, yenə də B çıxılsın 2 qalar. Bəli, B çıxılsın 2. Yenə də doğru cavab B variantı olacaq. Yəni demək istədiyim odur ki, əvvəl, sonra deyəndə sadəcə orta yaşın üzərinə gəlirik və ya çıxırıq. Növbəti sürət məsələsidir. Deməli, sürət məsələmiz qarşı-qarşı olan hərəkətdir. Bunu həmişə demişəm ki, sürət məsələsinin bütün tiplərini sxematik olaraq, vizual olaraq təsvir eləmək lazımdır. Ən azı bir şəkil kiçik də olsa cızma qara eləyin. Aralarındakı məsafə 867 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Şəhərimizin biri buradır, digəri də buradır. Oxlarla göstərirəm. Buradan eyni minik maşının baş hərfini yazıram, burada yük maşını. Şəhərlər arasındakı məsafə nə qədərdir? 867 kilometr. Minik avtomobilin sürəti saatda 87 km saatdır. Bura yazıram 87 km bölünsün saat. 2 bölünsün s. Yük maşının sürəti 74 km-dir. 74 km bölünsün saat. İndi neçə saat sonra avtomobillər arasında qalan məsafə 62 km olacaq. Bu çox önəmlidir. Yəni, biri var maşınlar qarşı-qarşıya gəlib görüşsünlər. Bir də maşınlar müəyyən müddət gəlsinlər, amma görüşmə baş verməsin. Bu 62 kilometr məsafə gedilməyən olsun. Bu necədir? Bunu vizual olaraq necə təsvir edə bilərik? Deməli müəllimlər, bax maşın bura qədər gəlib təxmini, bu maşın da bura qədər gəlib təxmini. Bu ortada qalan 62 kilometr gedilməyəndir. Yazıram bura gedilməyən. Yəni biri gəldi burada dayandı, biri də gəldi burada dayandı. Bəs yaxşı. Bu maşınların birlikdə getdiyi məsafə nə qədərdir? Yəni əmək sərf elədiyi, benzin sərf elədiyi. Bunun üçün ümumi məsafəmizdən 867-dən bu gedilməyəni çıxaram haqlı olaraq 62-ni. Bərabər də qalar 805 kilometr. Deməli, iki maşın birlikdə 805 kilometr yol gedib ki, bunların arasında 62 kilometr qalsın. Bəs yaxşı. İndi növbəti sualımız. Bu 805 kilometr neçə saata gedilib? Bu necə tapırdıq? Qarşı-qarşıya hərəkət məsələləri. Baxın, hansı mövzuda çətinliyiniz varsa müəllimlər, kanalda mahnı siyahıları hissəsində orada mövzu izahlar var. Sürət məsələlərine bağlı bütün izahlar qarşı-qarşıya, əks, hamısı qeyd olunur. Deməli, qarşı-qarşıya hərəkət zamanı sürətlər toplanır və məsafə həmin sürətlər cəminə bölünür. Bu 805-i böləcəksən, qarşı-qarşıya hərəkət olduğuna görə sürətləri cəminə 87 üstə gələk 74-ə. Bu da bərabərdir. 84 ilə 74 eləyir 161, 805-i də 161-ə böləndə cavab elədi 5 saat. Deməli, doğru cavab A variantı. Sadəcə, müəllimlər diqqətli olmaq lazımdır, mahiyyətini dərk eləmək lazımdır. Gəldik bərabərsizliyə. Bərabərsizlikdə son imtahanlarda demək olar ki, hər dəfəsində təkrarlanan və rastlaşdığımız suallardır. A böyükdür bərabərdir 12. A böyükdür bərabərdir 12. Bərabərsizliyini ödəyən ən kiçik natural ədədlə 3,7 kiçikdir x bərabərsizliyini ödəyən ən kiçik natural ədədin cəmini tapın. Əvvəlcə baxaq nəyə? A böyükdür bərabərdir 12-dən. 12-dən böyükdür olan ədədlər olsaydı, sadəcə bu yox, bu olsaydı biz 13-dən başlayacaqdıq. Bu ciddi bərabərsizliklərdə böyükdür bərabərdir, kiçikdir bərabərdir, qeyri-ciddi bərabərsizlik sayılır riyaziyyatda. Böyükdür bərabərdir, kiçikdir bərabərdir olanda ədədin özünü də daxil götürürük. Daxil. İndi burada 12-dən böyük və 12-yə bərabər olan ədədin özü 12-dir. Deməli, birinci halda A-mız bərabər 12-yə. Amma A böyükdür 12 olsa ən kiçik qiymət 13 olardı. Burada 12-yə bərabər və 12-dən böyük olan ədəd 12-dir. Ən kiçik qiymət. Gəl indi x-in qiymətini tapaq. 3,7 kiçikdir x-dən.
Bunu başqa cür bizim gözümüzün öyrəşdiyi normal hissədə belə deyə bilərik də. X böyükdür 3,7-dən. Yəni 3,7-dən böyük olan. Burada müəllimlər çaşıb bəzən 3 və s. götürə bilərlər. Diqqətli olun. Baxın, bunu lap sizə kiçik bir cızma eləyim. Tutaq ki, bu ədəd oxunda belə bir şkala yazıram. Burada məsələn 3-dür, burada 4-dür, burada 5 gedir də. 3,7 3 ilə 4-ün arasına düşür də təxmini bura. İndi bundan böyük olanda deyəndə biz bu tərəfə gedəcəyik. 3,7-dən böyük olan ən kiçik natural ədəd. Burada naturaldan söhbət gedirəm. Natural olmasa mən bunu 3,8 götürərdim. İndi burada natural dediyinə görə mən burada bunu təbii ki, məcburam nə götürüm? 4 götürəcəm. Deməli 3,7-dən böyük ən kiçik ədəd hansıdır? 3,7-nin kiçik olduğu ən kiçik ədəd x bərabərdir 4. 12 və 4-ün də cəmi bərabər elədi 16. Doğru cavab D variantı. Növbəti maraqlı bir sualımızdır. Bu sualda həm tələbə çevirməni bilməlidir, yəni sahə vahidləridir, həm də faiz məsələsi. Yəni bir sualın içərisində iki mövzunun sintezini vermişik. 48 kvadrat metr 4 arın neçə faizidir? Dəyərli müəllimlər, çevirmələrdə sahə, uzunluq, kütlə bunları bir-birinə vuranda, böləndə, toplayanda, çıxanda mütləq bunlar eyni adlı vahidə olmalıdır. Burada 48 kvadrat metrdir, burada ardır. Deməli, mən bu arı da nəyə çevirməliyəm? Kvadrat metrə çevirməliyəm. Mənim 48-i ara çevirək, onluq kəsrə keçər. Elə bil işimizi yazmaq olar prinsip olaraq, amma işimizi daha da çətinləşdirərik. Biz də bilirik ki, bir arımız bərabərdir 100 kvadrat metr. Bir ar bir sot deməkdir də. O zaman 4 ar bərabər olacaq 400 kvadrat metrə. İndi 48 kvadrat metr bu 400 kvadrat metrin neçə faizidir? Gəlirik burada faizin tapılmasının 3 əsas qaydasından olan 3-cü qaydamız 2 ədədin faiz nisbəti. Bir ədəd digər ədədin neçə faizidir? Sinifdəki oğlanlar qızların neçə faizidir və s. və ilə axır. Bu tipli məsələlər deyəndə birincini ikinciyə bölüb sadəcə 100-ə vururuq. 48 kvadrat metr 400 kvadrat metrin neçə faizidir? 48 bölünsün 400-ə vurulsun 100-ə. Bu qədər rahat. Müəllim, tənasib qura bilərik. Əlbəttə qura bilərik. Yaza bilərik ki, 48 kvadrat metr x-dir. 48 kvadrat metr 100% isə 400 kvadrat x. Belə də gedə bilərik. İndi buradan 2 sıfırla 2 sıfır gedir. 48-i 4-ə bölərik, elədi 12%. Yəni, fərqli tənasüblər qura bilərik. 12%. Doğru cavab D variantı. Birincini ikinciyə böldük. Bu, bunun neçə faizidir deyəndə hər zaman birincini ikinciyə bölürük. Sonra düzbucaqlı ilə bağlı dəfələrlə düşmüş, elə də çətin olmayan bir sualdır. Perimetr və sahə ilə bağlı. Perimetrdir sadəcə. Düzbucaqlının, çəkirik düzbucaqlının uzunluğu enindən 8 cm böyükdür. Deyə bilərik ki, eni uzunluğundan 8 cm kiçikdir. O zaman eni x isə uzunluğu x üstə gələk 8-dir. Düzbucaqlının perimetri 64-dür. Düzbucaqlının perimetrini yadımıza salaq. AB-dirsə, düsturumuz 2 vurulsun A üstə gələk B bərabər 64. Yəni, en və uzunu toplayıb 2-yə vurub perimetrə bərabər edir. Eyni məntiqi burada tətbiq eləyəcək. 2 vurulsun x üstə gələk 8, üstə gələk x bərabər 64-ə. Buradan 2-ni vurub aça bilərik və 64-ü 2-yə bölə bilərik. 2x üstə gələk 8, yəni mötərizənin içərisi bərabərdir. 64-ü 2-yə böldük 32-yə. Buradan 2x bərabərdir 32-dən 8-i çıxanda qalır 24. X də bərabər 12. Bizdən nəyi soruşur? Bizdən elə düzbucaqlının kiçik tərəfini soruşur. Kiçik tərəfi 12-dir. Böyük tərəfini soruşsa 12-nin üzərinə 8 gəlib 20 yazardıq. Növbəti fəza fiqurundan bağlı suallar. Son hissələrdə fəza fiqurlarına demək olar ki, hamısında yer verirəm. Çünki fəza fiqurları son artırılan mövzulardandır. Diqqətli olmaq lazımdır. Kuboidin səthinin sahəsi 216 kvadrat santimetr olarsa, müxtəlif üzlərinin sahələri cəmini tapın. Kuboid dediyimiz düzbucaqlı parlapipeddir. Sadəcə artıq yeni dərsliklərdə bu kuboid kimi qeyd olunur. Gəlin əvvəlcə kuboidi çəkməyə çalışaq. Bu bizim kuboidimizdir. Kuboidi də, bax, burada gəlin baxaq. A, B, C.
Bu 3 dənə tillər var. Bu C-dirsə bu bütün bu da C-dir, bu da C-dir, bu da C-dir. Bu adısa bu da adı. B-dirsə bu. Belədir. Bunları bildik. İndi səthinin sahəsi bunun tam səthinin, bütöv sahəsinin sahəsidir. Bu necə tapılırdı? Düsturumuz var. 2 vurulsun AB üstəgələk AC üstəgələk BC bərabərdir 216. Bu düsturu adınız kimi yadda saxlayın. Amma düsturun hardan alındığını da indi təbii ki, mən kanalda bununla bağlı dərs var. Yenə də çəkəcəm. Fəza fiqurları biri çəkmişəm. Bu arada prizma mütləq baxın. İkinci hissəni də çəkəcəm. Orada tam açıqlanacaq. Bu AB nədir? AB bir oturacaq bir düzbucaqlı deyil. Bunun sahəsidir. AB-dir. Bu düzbucaqlıdır. Bəs niyə 2-yə vurmusan? Çünki yuxarıda da var. AC bu bizə baxan üzdür. Arxa tərəfdə də var. Ona görə AC. BC bu bir burada olandır. Bu bir tərəfdə də var. Ona görə. İndi buradan AB üstəgələk AC üstəgələk BC bərabərdir 216-nı 2-yə böldük 108. Məndən soruşulan nə idi? Müxtəlif üzlərin. Elə müxtəlif üzlər budur da. Bəs burada niyə müxtəlif üz sayılmır müəllim 216? Çünki burada biz üzləri təkrarlamışıq axı. Mənə baxan üz hansıdır? Bax bunu bir də burada sənin üçün çəkirəm. Tutaq ki belə bir düzbucaqlıdır. Düzbucaqlı paralelipipeddir və ya kuboiddir deyə bilərik. Bunlarda biz qarşı üzlərimiz bərabərdir. A, B, C. Burada müxtəlif üzlər hansılardır? Buradakı bu mənə baxan. Bax, bu mənə baxan. AC üzü. AC varsa da bu bir tərəf. Arxada da AC var da. Bunun təkrar eyni üzdür. Ona görə bizə müxtəlif üzlər deyir. Sonra bu oxla göstərən. Bu bir tərəfdə olan. Bax, bu. B. Bunun hündürlüyü də C-dirsə. Bu da bir düzbucaqlıdırsa B, C. Bir də AC-ni dedik, B-C-ni dedik. Bir də oturacaq AB. Yuxarıda da AB var. Amma mən biri bəsdir də. Mən müxtəlif deyil axı. AB. Elə bunların da cəmi budur da. İndi yerləri dəyişik yaza bilər, yeni şeydir. Doğru cavab elədir B variantı. Bu qədər dəyərli müəllimlər. Hər birinizə uğurlar arzulayıram. Kanala abunə olub paylaşmağı unutmayın. Biz sizlər üçün davamlı olaraq izahlar çəkirik sizə kömək məqsədi ilə. Sizin də bizə köməyiniz kanala abunə olub paylaşmaqdır. Öz müəllim yoldaşlarınızla, iş yoldaşlarınızla ki, belə bir kanal var. Siz də abunə olun, dərslərdən məlumatınız olsun. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarımızda görüşərik. Hələlik.